Daşkəsəndə 65 yaşlı qadın seksual xarakterli təcavüzə məruz qaldığını iddia edir. Rayon sakini Firəngiz Əliyeva 26 yaşlı şəxs tərəfindən təcavüzə məruz qaldığını, məhkəmə tibb ekspertizasının zorlama faktını təsdiq etdiyini deyib. O, hüquq mühafizə orqanlarına müraciət etdiyinə görə oğlanın yaxınları tərəfindən hədələndiyini əlavə edib. Şikayətçi qarşı tərəfin qardaşının barışıq üçün evlənmə təklif etdiyini, lakin bununla razılaşmadığını da əlavə edib. Firəngiz Əliyeva məsələnin nəzarətə götürülməsini və ədalətli qərar verilməsini xahiş edib. Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı cinayət işi açılıb. Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb. Qeyd olunan müraciət üzrə Daşkəsən rayon prokurorluğunda araşdırma aparılıb. Hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatlar alınıb. Habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub. Toplanmış materiallar üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci zorlama maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Cinayət işi üzrə bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək deyə məlumatda qeyd olunub.